Dialoq. Salam, hər vaxtınız xeyir olsun. Hörmətli dinləyicilər, Asan Radionun efirindən hər birinizə xoş gördük. Rəqəmsal dialoq verilişini eşidirsiniz. Xoş gördük, ona görə deyirəm ki, siz həm də bizi izləyə bilərsiniz. Asan Radio və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Facebook səhifəsində hal-hazırda canlı yayımdayıq. Mövzuya dair suallarınızı Facebook səhifələrində şərh bölümünə yaza bilərsiniz. Daha sonra 070 65 56 100 WhatsApp nömrəmizə və 012 56 56 100 şəhər nömrəmizə də suallarınızı ünvanlaya bilərsiniz. Bugün verilişimizin qonağı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Mikromobillik şöbəsinin müdiri Coşqun bəy Məmmədovdur. Coşqun müəllim, salamlayıram, xoş gəlmisiniz. Salam, hər vaxtınız xeyir olsun. Mövzumuzu da qeyd edim. Nə üçün mikromobillik vasitələrini seçməliyikdir bugünkü mövzumuz. Mikromobillik infrastrukturunun qurulması istiqamətində görülən işlər hansı mərhələdədir və indi nə kimi yeniliklər var? Bəli, məlumatınız olduğu kimi artıq il yarıma yaxın bir müddətdir ki, Bakı şəhərində mikromobillik zolaqlarının salınması istiqamətində işlərə başlanılıb və hazırda görülən işlər çərçivəsində hazırki vaxta kimi 37 küçə və prospekt üzrə 39 km uzunluğunda bir mikromobillik şəbəkəsi formalaşmışdır. Öncədən də ictimaiyyətə verilən məlumata əsasən görülən işlər müəyyən əvvəlcədən hazırlanmış bir konseptual plan əsasında həyata keçirilir, hansı ki plan 3 mərhələdən ibarətdir və planın 1-ci, 2-ci mərhələsi üzrə və bəzi hallarda bəzi küçə və prospektlər üzrə 3-cü mərhələsi üzrə bir çox küçə və prospektlərdə mikromobillik zolaqları salınmışdır və hazırda da bu proses davam etdirilir. İstər yeni küçə və prospektlərdə mikromobillik zolaqlarının salınması və yaxud da mikromobillik zolaqlarının bir-birlərinə əlaqələndirərək bir şəbəkə halına gətirilməsi istiqamətində işlər davam etdirilir. Yaxın gələcəkdə, yaxın vaxtlara təsadüf eləyəcək bəs planlar nədən ibarətdir? Az öncə vurguladığım kimi bu işlər müəyyən bir plan əsasında həyata keçirilir və burada əsas məsələ zolaqların çəkilməsi və həmin zolaqların bir-birinə əlaqələndirilməsidir. Son görülən işlər çərçivəsində metronun Elmlər metro stansiyası ətrafında deyək ki, Bəxtiyar Vahabzadə küçəsi olsun, Məmməd Rahim küçəsi olsun, Hüseyn Cavid prospekti, bu yol sahələrində mikromobillik zolaqları salındı və bu mikromobillik zolaqları həm Mətbuat prospektindəki mövcud zolaqlar ilə, həmçinin Mikayıl Müşfiq və Parlament prospekti vasitəsilə şəhərin mərkəzi hissəsində yerləşən mikromobillik zolaqları ilə əlaqələndirildi və qarşıda duran əsas məsələlərdən biri də həmin zolaqların belə deyək Bakının şərq hissəsi ilə də davam etdirilib, şəhərin mərkəzi hissəsində yerləşən digər zolaqlar ilə də daha da əlaqələndirilməsi, iki istiqamətdən əlaqələndirilməsi planlaşdırılır. Bundan başqa planda var şəhərin bir çox küçə prospektlərində bu tip zolaqların salınması. Hazırda həmin küçə və prospektlər üzrə təhlillər aparılır, layihələr hazırlanır. Bəs zolaqlar çəkilərkən, belə deyək də, zolaqlar salınarkən əsas hansı amillər nəzərə alınır? Bizim konseptual planın əsas üstünlüyü ondan ibarətdir ki, bu şəhərin əsasən belə deyək, cəlb etmə məntəqələri dediyimiz, hansı ki, insanların gündəlik olaraq daha çox səfər etdiyi əraziləri əhatə edir. Çünki yalnız bu halda və o zolaqlar təhlükəsiz olduğu halda bu zolaqlar insanlar üçün daha cəlb edici olacaq və bu zolaqlardan daha çox istifadə etmiş olacaqlar. Yəni bildiyiniz kimi bundan öncə də şəhərin müəyyən hissələrində mikromobillik zolaqları salınmışdı, lakin həmin zolaqların davamlılığı olmadığından və ya müəyyən bir əraziləri əhatə etdiyindən insanlar üçün o qədər cəlb edici deyildi. Amma dediyim kimi bizim zolaqların əsas üstünlüyü ondadır ki, şəhər ərazisində cəlb etmə məntəqələrini əlaqələndirir və insanlar şəhər ərazisində gündəlik olaraq yaxın məsafələrə səfərlər zamanı bu zolaqlardan istifadə edərək öz vaxtlarına qənaət etmiş olurlar, yola sərf elədiyi vəsaitə qənaət etmiş olurlar. Aydın. Bəs icra prosesində işin icra olmasında qarşıya çıxan əsas problemlər nədən ibarətdir? Əsas problemlər belə demək mümkünsə, yəni sirr deyil ki, Bakı şəhəri bundan əvvəl daha çox avtomobili yönümlü dizayn olunub. İstəyir küçələrimiz olsun, istəyir yollarımız olsun və bəzi hallarda biz yolları layihələndirərkən bu avtomobili yönümlü olmağın bir çox fəsadları ilə üzləşirik. Belə ki, məsəl üçün olur ki, hansı bir hissədə mikromobillik zolağının yolun qarşıdan qarşıya
təhlükəsiz şəkildə keçirilməsi, təhlükəsiz və rahat şəkildə keçirilməsinə ehtiyac olur. Lakin həmin hissədə belə deyək, kəsişmə svetoforlar vasitəsilə nizamlanmadığından, yeraltı, yerüstü piyada keçidləri olduğundan, bu da bildiyiniz kimi nəinki mikromobillik vasitələri üçün şəhər arasında ümumiyyətlə insanlar üçün də o qədər əlverişli, əlçatan olmur. Bu cür problemlərlə qarşılaşırıq, amma dediyimiz kimi də təhlillər nəticəsində, hazırlanan layihələr nəticəsində o təhlil olunur və belə deyim, həll yolları tapılır. Lakin bir məqamı da vurğulayım ki, əslində şəhərin avtomobili yönümlü olmağın müəyyən qədər bizim işimizə də yarayır desək, yəqin ki, səhv demək olmaram. Nəyi demək istəyirəm? Məsələn, bizdə təhlillər aparılan zaman biz araşdırdıq ki, əslində Bakı şəhərində avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş zolaqlar standartlardan kifayət qədər eyni nəzərdə tutulmuşdur. Çünki bundan öncə düşünülürdü ki, şəhər arasında zolaqların eni çox olduqca o daha çox avtomobili buraxacaq, şəhər tıxac və sıxlıqlara məruz qalmayacaq, amma təcrübələr göstərir ki, bu belə deyil. Bu səbəbdən biz həmin zolaqları belə deyək, kanallaşdırma deyirik, biz burada nəqliyyat termini ilə. Biz həmin zolaqların ölçülərini standartlara uyğunlaşdırırıq və bir çox küçə prospektlərdə istəyir parklama məntəqələrin, istəyir yolun əvvəlki hərəkət zolaqlarının sayını sabit saxlamaqla mikromobillik zolaqlarını təşkil edə bilirik. Yəni yenidən yol salınmır, köhnə əvvəlki yollardan kəsilərək. Bəli, yəni belə misal çəkək ki, yolda deyək ki, əvvəlcədən 2 hərəkət zolağı mövcud idi. Biz o həmin 2 hərəkət zolağını da saxlaya bilirik. Çünki dediyim kimi yolların hərəkət zolaqlarının eni kifayət qədər standartlarla eynidir. Biz o zolaqları sabit saxlaya bilirik və standartlaşmanın hesabına mikromobillik zolaqlarını da sala bilirik. Məsəl üçün indiyə qədər bizim saldığımız 37 küçə prospekt üzrə mikromobillik zolağı saldığımız küçə və prospektlərdə 26-sında biz zolaqların sayını sabit saxlamışıq. Bəs infrastruktur genişləndikcə bu istifadəçi sayına necə təsir göstərir? Statistikaya nəzər salsaq nə demək olar? Statistikalar əvvəlcədən biraz qabaqlayım məsələni, deyim ki, kifayət qədər ürəkaçandır. Yəni biz əvvəldən də bu işə başlayanda, bu istiqamətə başlayanda bunu planlaşdırırdıq, bunu gözləyirdik belə deyək. Çünki təbii ki, hər hansı bir şəhər üçün yenilik olanda bu öncədən təhlillər aparılır, araşdırmalar aparılır bu istiqamətdə. Onu deyim ki, bizim bu təhlillərə bu sahədə ixtisaslaşmış beynəlxalq mütəxəssislərimiz də cəlb eləmişdik və biz dünyanın bir çox təcrübələrini araşdırdıq və araşdırmalar onu göstərirdi ki, şəhər ərazisində mikromobillik zolaqları salındıqca, bu infrastruktur genişləndikcə insanlar bu növ nəqliyyat vasitələrindən istifadə etdikcə və bundan bir növ belə deyək, tanış olduqca bu növ nəqliyyat vasitələrindən daha çox istifadə edirlər. Təbii ki, bu hal Bakı şəhəri üçün də səciyyəvi oldu. Düzdür, biz yəni belə deyək, qısa bir müddətdə əslində bu işə başlamışıq. Bunun üçün müəyyən bir zaman tələb olunur, bu müəyyən bir prosesdir, amma bu qısa müddət ərzində gəldiyimiz yol kifayət qədər ürəkaçandır. Biz zolaqların salınması ilə yanaşı, təbii ki, operator dediyimiz, hansı ki, bu istər kiçik elektrik nəqliyyat vasitələrinin, yəni skuterlərin, velosipedlərin kirayəsi ilə məşğul olan xidmət göstərən şirkətlərdən daimi statistikalar alırıq, izləyirik və dediyim kimi, burada müəyyənləşir ki, zolaqlar genişləndikcə, infrastruktur genişləndikcə insanlar bu növ nəqliyyat vasitələrinə daha çox maraq göstərmiş olurlar. Misal üçün, deyə bilərəm ki, bu ilin ilk 4 ay ərzində şəhər ərazisində mikromobillik vasitələrindən 700 mindən artıq sifariş olmuşdur və 360 mindən artıq insan bu nəqliyyat vasitələrindən istifadə etmişdir. Yəni, bu kifayət qədər ilkin mərhələsinin böyük rəqəmlərdir, amma təbii ki, biz buna kifayətlənmirik, hədəflərimiz daha böyükdür və bir şey də nəzərə alaq ki, mənim səsləndiyim rəqəmlər yalnız bizim operatorlardan əldə etdiyimiz rəqəmlərdir. Yəni, kirayə xidmətindən istifadə edən insanların statistikasıdır, belə deyək. Burada təbii ki, öz şəxsi skuterindən, velosipedlərindən də istifadə edən insanları da əlavə etsək, əslində rəqəmlər daha böyükdür. Biz sizə növbəti hədəflərinizdə də uğurlar arzulayırıq. Hörmətli dinləyicilər, xatırladım ki, Asan Radionun efirindən rəqəmsal dialoq verilişini eşidirsiniz. Aparıcı mənəm Alidə Mustafayeva. Bugün verilişimizin qonağı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədovdur. Nə üçün mikromobillik vasitələrini seçməliyik deyə danışırıq. Qısa fasiləyə ayrılırıq. Bir sual, bir cavab. Yaşat fonduna necə ianə etmək olar?
fonda vəsait onlayn qaydada elektron ödəmə portalları 8110 SMS nömrəsi, bank köçürməsi və ödəmə terminalları vasitəsilə toplanılır. Bir sual, bir cevap. Omid mağazalarında möhtəşəm indirimlər. Şivaki elektrikli su qızdırıcı indi 233 manat değil, 199 manat. Neovod kondisyoner cəmi 429 manata. Omid xeyirli alışverişlər. Telefon 890. Asan Radyo'da reklam. Neotek kabelləri 99,9% saf misdən olduğu üçün yüksək ötürücülük xüsusiyyətinə malikdir. Mis tellərin sayı, diametri, plastik qalınlığı və sıxlığı polietilen dolğu AZS və Avropa standartlarına uyğun dəyərdədir. Yüksək keyfiyyət, sərfəli qiymət. Neotek, gücümüz, gücünüzdür. Dəniz sahilində villa. Bu arzunuzu yerinə yetirməyin vaxtıdır. Sibrizdən sizin üçün bahar təklifi. Sahəsi 230 və 290 kvadrat metr olan villaları 48 aylıq hissəli və faizsiz ödənişlə əldə edə bilərsiniz. İlkin ödəniş sadəcə 15%. Üstəlik, golf maşını da hədiyyəniz olacaq. Siz də bu fürsətdən faydalanın və həyatınıza bahar tərabəti qatın. Ətraflı məlumat üçün 840. Divarlardan bək tutur, ondan qopmaq olmur. Təmirdə əldən tutur, Seramax'tan qopmaq olmur. Məkan istər xarici, istər daxili olsun. İstər mətbəx, istər hovuz olsun. Seramax'da ehtiyaca görə bir yapışdırıcı mütləq var. Yapışma gücü deyil sürpriz. Qarışdır, qarışdır elə mix. Mr. Fix'də yoxdur risk. Mr. Fix'də yoxdur risk. Deyirəm, hörgüdə bir növrəyəm. O senin dəstəyilə maşının sahibiyəm. O həm təmirdə, həm də alışverişdə usta olduğuna görə səbəti dolu, qənaəti boldur. Abşeronla alışveriş səbəti sevinç doludur. Abşeron Ticarət Mərkəzi. Xoşbəxtliyin üçün hər şey. Ünvan Lökbatan Dairəsinin yanı. Avantdan Şərifzadədə yeni premium layihə. Müasir memarlıq üslubunda Avant Nova. Yalnız indi cəmi 23.500 manat ilkin ödəniş edərək siz də Whitebox 2 otaq studiya mənzilə sahib olun. Yaşıllıqlar əhatəsində idman meydançaları, üzgüçülük hovuzu, fitness spa mərkəzi, ipoteka və ya faizsiz hissə isə ödəmə imkanı ilə mənzil əldə etmək şansını qaçırmayın. Avant Nova yeniliklərlə dolu gələcək. Əlaqə Ulduz 0241. Toyota sahibləri üçün möhtəşəm fürsət. Sevimli avtomobilinizin qayğısına qalmaq üçün Toyota'nın mövsümi endirim kampanyası başladı. May ayı boyunca mühərrik yağı və mühərrik yağı filtrinə 25% endirim. Avtomobilinizin mühərrikini qoruyun və onun daha stabil işləməsini təmin edin. Daha ətraflı məlumat üçün rəsmi Toyota dillerləri, Toyota Bakı mərkəzi, Toyota Abşeron mərkəzi və Toyota Gəncə mərkəzi ilə əlaqə saxlayın. Asan Radyo'da reklam. 050 60 06 100. Rəqəmsal dialoq. Yeni qoşulan dinləyicilərimizi də salamlayıram. Asan Radionun efirindən rəqəmsal dialoq verilişini eşidirsiniz. Aparıcı mənəm Alidə Mustafayeva. Bugün verilişimizin qonağı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən də Agentliyin Mikromobillik Şöbəsinin müdiri Coşqun bəy Məmmədovdur. Nə üçün mikromobillik vasitələrini seçməliyik? Bu sual ətrafında danışırıq. Verilişimiz Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radionun birgə layihəsidir. Bizi izləmək imkanınız da var. Nazirliyin və radionun Facebook səhifələrində hal-hazırda canlı yayımdayıq. Oradan suallarınızı şərh bölümünə, daha sonra 070 65 56 100 WhatsApp nömrəmizə və 012 56 56 100 şəhər nömrəmizə də ünvanlaya bilərsiniz. Coşqun bəy, parklanma məntəqələrinin təşkili, sayının artırılması ilə bağlı hal-hazırda hansı işlər görülür? İşlər nə yerdədir? Bu barədə danışardınız. Bəli, mikromobillik infrastrukturun qurulması ilə yanaşı burada mövcud qanunvericiliyə dəyişikliklərin edilməsi, mikromobillik anlayışının qanunvericiliyə salınması istiqamətində də müəyyən
tədbirlər həyata keçirildi. Ötən ilin ortalarından etibarən qanunvericiliyə dəyişiklik olundu və yeni qanunvericiliyə velosiped yolları, mikromobillik vasitələri, operator və kimi bir çox anlayışlar daxil edildi və mikromobillik vasitələri artıq bir nəqliyyat növü kimi tanınmış oldu. Burada yeni qanunvericinin əsas tələblərindən biri də parklanma məntəqələrinin təşkil edir ki, çünki bu parklanma məntəqələri tənzimlənmədikdə, standartlara uyğunlaşdırılmadıqda, xaotik şəkildə olduqda bu müəyyən bir narazılıqlar yarada bilər. Çünki bəlkə də bundan əvvəl özünüz də şahid olmuşsunuz, şəhər ərazisində müəyyən ərazilərdə bu mikromobillik vasitələri yolların hərəkət hissələrində, hansı ki, avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş zolaqlarda, səkilərdə piyadalara mane olacaq vəziyyətdə parklanması müşahidə olunurdu. Bu cür neqativ hallar nəzərə alınaraq və yeni qanunvericiliyin tələbləri nəzərə alınaraq AYNA tərəfindən şəhər ərazisində mikromobillik parklanmalarının tənzimlənməsi istiqamətində də işlərə başlanıldı və ilkin mərhələlərdə təhlillər aparılaraq mikromobillik parklanmaları üçün 300 məntəqə müəyyənləşdirildi ki, hansı ki, bu parklanma məntəqələri əsasən insanların az öncə vurguladığım kimi cəlb etmə məntəqələri dediyimiz ərazilərdə yerləşdirildi ki, insanlar gündəlik bu nəqliyyat vasitələrindən istifadə edə bilsinlər və bu nəqliyyat vasitələri onlar üçün əlçatan olsun. Həmçinin cari ilin yanvar ayının sonunda Nazirlər Kabineti tərəfindən bu mikromobillik parklanmalarının standartları da təsdiqləndi. Hansı ki, orada göstərilmişdi. Dediyim kimi, bu mikromobillik parklanmaları cəlb etmə məntəqələrində, şəhər ərazisində 250-300 metr məsafədə, parkların ərazisində, piyada səkilərində, lakin piyadalara mane olmayacaq vəziyyətdə təyin edilə bilər. Və biz 300 parklanma yerini müəyyənləşdirdikdən sonra operatorlar həmin parklanma məntəqələri üzrə fəaliyyət göstərməyə başladılar və təbii ki, planda həmin parklanma məntəqələrinin belə deyək, tələbata uyğun olaraq insanlar bu nəqliyyat növündən daha çox istifadə etməyə başladıqca sayı artırılması planlaşdırılır. Artıq bizdə şəhərdə 300 məntəqə 484 məntəqəyə çatdırılmışdır. Hazırda Bakı şəhərində 484 mikromobillik parklanması mövcuddur. O parklanmalar həmin parklanma məntəqələrinin 78-də velosipedlərin parklanması üçün xüsusi konstruksiyalarda quraşdırılmışdır və o müəyyənləşdirilmiş parklanma məntəqələri mütəmadi olaraq müvafiq nişanlanma xətləri ilə təmin edilir. Artıq 300-ə yaxın məntəqədə bu cür müvafiq nişanlanma işləri də aparılmışdır. Aydındır, bəs bu qədər görülən işlərlə bağlı təbliğat və təşviqat işləri necə aparılır? Ümumiyyətlə, bilirsiniz, mikromobillik Bakı şəhər üçün yeni bir anlamda, amma ümumilikdə götürəndə əslində mikromobilliyin özü ümumilikdə yeni bir anlayışdır. Biz elə bilirik, əslində bu bizə təzə gəlib, amma mikromobillik ilk dəfə 2017-ci ildən etibarən daha çox səsləndirilməyə başlayıb. İlk dəfə Horis dediyi bu mikromobillik anlayışını daha geniş istifadə etməyə başlayıb. Ondan əvvəl bu daha çox velosiped, skuter kimi səslənirdi. Və Bakı şəhər üçün də bu yeni bir anlayış olduğu üçün ilk öncə təbii ki, insanları bu nəqliyyat növündən tanış eləmək lazımdır və insanlar bu nəqliyyat növünün üstünlüklərin bildikdən sonra bu nəqliyyat növlərindən istifadə etməyə başlayacaqlar. Bunun üçün də təbii ki, ilk öncə infrastruktur qurulmalı idi və bərabər olaraq sizin verdiyiniz sualdan irəli gələrək təbliğat və təşviqat məsələləri aparılmalıdır ki, dediyim kimi, insanları bu növ nəqliyyat vasitələrindən tanış edir. Bu istiqamətdə də AYNA paralel olaraq mütəmadi tədbirlər həyata keçirilir. Özünüz də yəqin ki, şahid olmusunuz. Sosial şəbəkələrdə, televiziya proqramlarında, radio verilişlərində, halbuki mən indi buradayam. Bizim verilişimizdə də dəfələrlə maarifləndirici mövzular təyin etmişik. Bəli, bunun özü də bir təbliğatdır, belə deyək. Və bundan əlavə biz universitetlərdə müəyyən seminarlar keçiririk, hansı ki, tələbələri bu növ nəqliyyat vasitəsindən tanış edirik, onların üstünlüklərini aşılayırıq həmin insanlara və dediyim kimi, insanları bu nəqliyyat növündən tanış elədikcə, mən həmişə düşünürəm ki, mikromobillik vasitələri ümumiyyətlə belə bir anlayışdır ki, insanlar gərək bununla ilk öncə tanış olsun və ondan ən azından bir dəfə, 2 dəfə istifadə eləsinlər. Onsuz da mən düşünürəm ki, bu nəqliyyat növündən şəhər ərazisində bir dəfə, 2 dəfə istifadə edəndən sonra və onun üstünlüyünü görəndən sonra o insan başlayacaq ondan mütəmadi istifadə etməyə. Çünki əgər şəhər ərazisində deyək ki, 5 kilometrlik, 10 kilometrlik və yaxud 3 kilometrlik bir məsafəyə hansısa bir səfər etmək istəyirsiniz və vaxtında ora çatmaq istəyirsiniz. Bəzən o 5 kilometrlik məsafəni biz yarım saata, 40 dəqiqə belə gedib çata bilmirik və kiməsə söz veririk ki, gözləyin,
yarım saata satıram, o yarım saat gəlir olur 1 saat. Amma halbuki bu nəqliyyat növündən istifadə edici insan gördükdən sonra ki, həmin mənzil başına vaxtında çata bilir, öz vaxtına qənaət etmiş olur və təbii ki, insan ondan istifadə etməyə üstünlük verəcək. Amma dediyim kimi, bunu ilk öncə tanış eləmək, təbliğat, təşkilat aparmaq və insanları bu növ nəqliyyat vasitələrinin üstünlüklərinin hiss eləməsi lazımdır ki, bu daha geniş vüsət alsın və necə ki, bu proses hazırda davam edir və bu müəyyən bir zamandan sonra inanıram ki, daha da insanlar arasında daha kütləvi hal alacaqdır. Elə bir nümunə də göstərmək olar ki, əvvəllər avtobusla və taksi ilə eyni ünvana gedilirdisə, avtobusdan gələn vaxtından bir 20 dəqiqə tez çıxırdı. Amma indi əksinədir. Bəli, avtobus yolları boş olduğu üçün daha. Bəs vətəndaşlardan buyurun sözünüz. Ən böyük problemlərdən də biri odur ki, bu məsələn tıxac sıxlıq hallarıdır. Bəzən biz vaxtımızı tənzimləyə bilmirik. Deyək ki, məsəl üçün biz saatın tamamında hansısa bir ünvanda olmalıyıq. Biz bilmirik ora evdən nə qədər qabaq çıxaq ki, biz ora çata bilək. Çünki yolların vəziyyətini bilmirik. Biz ola bilər həmin ünvana 10 dəqiqədə çata bilərik, yol boş olsa. Ola bilər 1 saata çata bilmərik. Bəs əvvəldən onuncu Amma mikromobillik vasitələrin üstünlüyü odur ki, siz bilirsiniz ki, siz yolda dayanmayacaqsınız. Siz yolu davam edəcəksiniz. Deyək ki, o yol əgər mikromobillik vasitəsindən 10 dəqiqəyə qət eləmək mümkündürsə, bəli, 10 dəqiqə qət eləmək mümkündürsə, siz əmin olursunuz ki, bu yolu 10 dəqiqə gedəcəksiniz. Necə metro ilə hərəkət edəndə bunun üstünlüyü var. Konkret vaxtı təyin etmək olur, bəli. Amma avtomobillə hərəkət edəndə bu biraz çətin olur. Düzdür. Bəs vətəndaşlardan gələn reaksiya nədir? Bu feedbacklər, geri dönüşlər nədir? Ən çox şikayət, daha sonra ola bilər ki, təşəkkür hansı istiqamətdə gəlir? Təbii ki, şikayətlər də olur, təşəkkürlər də olur. Bu da normal bir haldır. Əvvəl ki, təbii ki, bu işə yeni başlayanda müəyyən bir kütlə artıq bu mikromobillik vasitələrindən, bunun üstünlüyündən məlumatlı idi. Amma təbii haldır ki, bu şəhər üçün yeni olduğu üçün müəyyən bir kütlə bunun tam da fərqində deyildir ki, bu bizim şəhərimiz üçün nə qədər önəmlidir. Və şikayətlər də olurdu. Bəzən vizual olaraq yolda hər hansı bir belə deyək, zolaqların standartlara uyğunlaşdırıb sağ hərəkət hissəsinə və ya sol hərəkət hissəsinə mikromobillik zolağı görəndə düşünürdülər ki, bu tıxacları artıracaq filan. Amma sevindirici haldır ki, zaman keçdikcə o şikayətlər daha çox təşəkkürə və belə deyək, bir növ tələblərə çevrilir. Çünki son vaxtlar şəxsən mənim rəhbərlik etdiyim şöbəyə çoxlu sayda vətəndaş məktubları daxil olur ki, təkliflər ki, məsələn, misal çəkə bilərəm. Şərifzadə küçəsindən bizə çox sayda, hansı bizim yerləşdiyimiz ünvanda, çoxlu sayda məktublar daxil olur bizə ki, Şərifzadə küçəsində niyə mikromobillik zolağı yoxdur və yaxud da digər ünvanda niyə mikromobillik zolağı yoxdur və ən çox da verilən suallardan biri də istəyirəm o mövzuya da toxunum. Bəzən nəinki mikromobillik zolaqlarının salınması, digər tədbirlər zamanında ən çox verilən suallardan və yaxud da belə deyək, tutulan iradlardan biri odur ki, Bakı təkcə mərkəzdən ibarət deyil. Niyə bu ətraf ərazilərdə bu zolaqlardan yoxdur? Elə son olaraq onu soruşacaqdım ki, bəs Bakıdan kənarda nəzərdə tutulurmu bu cür zolaqların salınması? Təbii ki, biz ilk öncə ona aydınlıq gətirmək istəyirəm ki, niyə birinci Bakının mərkəzi? Çünki aydın məsələdir ki, şəhər ərazisi mərkəzi hissə, yəni daha çox cəlb etmə məntəqələrinin yerləşdiyi ərazilərdir və gündəlik olaraq insanlar qısa məsafələrə bu şəhər mərkəzindən daha çox səfər eləyirlər. Deyək ki, bu iri ticarət mərkəzləri ola bilər, iş ofis yerləri, bu cür düşünək. Bəli, iş yerləri, ofislər ola bilər, metro stansiyalarının yaxınlığı ola bilər, avtobus dayanacaq məntəqələrinin və təbii haldır ki, bu cür cəlb etmə məntəqələrinin çoxluğu da bəzi hallarda desək, bir çox hallarda tıxac və sıxlıq hallarının yaranmasına gətirib çıxarda bilir. Ona görə biz bu prosesə, bəli, axın çox olduğu üçün şəhərin mərkəzi hissəsindən başladıq, amma dediyim kimi biz buna kifayətlənməyəcəyik. İnşallah ki, şəhərin mərkəzi hissəsi bir şəbəkə halına gətirəndən sonra Bakı ətrafı ərazilərdə və hətta regionlarda belə biz bu cür mikromobillik zolaqlarının salınmasını planlaşdırırıq və onu deyim ki, az öncə vətəndaşların müraciətlərini qeyd elədim. Regionlardan da hətta bizə mikromobillik zolaqlarının salınması istiqamətində məktublar, müraciətlər daxil olur. Aydındır. Təşəkkür edirəm. Çox sağ olun ki, dəvətimizi qəbul edib gəldiniz. Hər hansı bir sözünüz varsa, əlavəniz varsa buyurun. Mən ilk öncə sizə təşəkkür edirəm. Dediyim kimi, bu biraz Bakı şəhər üçün bir yenilik olduğu üçün düşünürəm ki,
hazırki şəraitdə ən çox təbliğat və təşviqat işləri aparılmalı bir sahədir. Bunu mövzu saldığınız üçün belə deyə bu verilişə sizə təşəkkür edirəm və çox sağ olun. Hər zaman gözləyirik. Təşəkkür edirəm və buradan dinləyicilərimizə ilk öncə təşəkkür edirəm, bizə vaxt ayırdılar, dinlədilər. Bundan əlavə də və onlara müraciət etmək istəyirəm ki, şəhər ərazisində nəqliyyat tələblərini, yaxın məsafələr nəqliyyat tələblərini əgər istifadə eləməyən varsa, bir dəfə, iki dəfə də olsa, bu nəqliyyat növlərindən istifadə eləsinlər və onların inanıram ki, üstünlüklərini görəndən sonra onlar artıq bu nəqliyyat növlərinin mütəmadi istifadəçilərinə çevriləcəklər. Aydındır. Təşəkkür Bir də edirəm. efir vaxtından istifadə edib qarşıdan gələn müstəqillik bayramı münasibətilə bütün xalqımızı təbrik edirəm, Sağ sizi olun, təbrik biz də edirəm. sizi təbrik edirik. Hörmətli dinləyicilər, xatırladım ki, Asan Radionun efirindən rəqəmsal dialoq verilişini dinlədiniz. Aparıcı mən idim, Alidə Mustafayeva. Bugün verilişimizin qonağı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədov idi. Nə üçün mikromobillik vasitələrini seçməliyik, bu barədə danışdıq. Növbəti verilişlərimizdə də bu mövzulara yer ayıracağıq. Bizi dinlədiyiniz üçün təşəkkür edirik. Növbəti həftədə eyni saatda, eyni ünvanda eşidilmək ümidi ilə sağ olun, salamat qalın. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim etdi. Rəqəmsal Dialoq.